İlham Əliyev, Erdoğan. Bizim silahlar, tanklar, belə deyim, o cəbhədə istifadə olunan maşınlar, ermənilərdən o ermənilərin qoyub qaçdığı bütün maşınlar hamısı buradan gəlib keçdi. İndi biraz baxdıq, biraz gec gəlmişik. Biz biraz baxdıq, indi gözləyirik ki, ikinci partiya gəlsin, onlara da baxın. Hələ ki buradayım. Sabah da gələcək inşallah. Elə döyüş gedə-gedə ancaq bütün diqqətimiz cəbhədə olur. Bu da bu günü o qədər səbirsizliklə gözləyirdik ki, gələk görək onları. Əsgərlərimizi Allah qorusun. O qədər qürurluyuq.